Tallində baş tutan nüfuzlu Black Night kinofestivalından uğurla qayıdan rejissor Vahid Mustafayev qanlı yanvarın festivalda oyatdığı rezonans və Azərbaycan kino sənətinin dünyada təmsil olunması barədə danışıb. Bununla yanaşı o, Azərbaycan həqiqətlərindən bəhs edən filmin yaxın gələcəkdə hansı mötəbər festivallara yollanacağından da söhbət açıb. Seçtiğimiz festivallar hamısı kategori A idi. A kategori, en yüksek kategoriyalı festivallar idi ve Şimali Amerika, Cənubi Amerika, Avropanı artıq biz keçdik. Şimali Amerika'da en büyük sayılan festival Montreal Festivalıdır. Cənubi Amerika'da São Paulo Festivalı ve Avrupa'da Black Nights Tallinn Festivalını biz artıq keçdik ve hamısında da Qanlı Yanvar filmi ödül aldı. Ve 25 noyabrda inşallah Gao Festivali Hindistan'ın yani Asya'nın en büyük festivallarından birinde de iştirak edəcək Qanlı Yanvar filmi. Vahid Mustafayev'la daha geniş müsahibə bugün saat 21:00'da Mirşahinin təqdimatında hesabatda baxa bilərsiniz.